xeyir olsun. Hazırda Avropanın İlçam Qabileyev Hava Təliqatları Mərkəzinin yenilənmiş model proqramlarının tədbirlərinə əsasən artıq fevral ayının xüsusilə də 17-si günün ikinci yarısı axşam saatlarından başlayaraq Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarında hava şəraitinin dəyişikliyi gözlənilir. Burasının sonrakı inkişafı nəticəsində isə artıq fevral ayının 18-dən 19-na keçən gecə isə artıq Azərbaycanın demək olar ki, əksər rayonlarında hava şəraitinin kəskin dəyişilməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin şəkildə fevral ayının 18-dən 19-na keçən gecədən başlayaraq 15-17 dərəcəyə qədər temperaturda azalma gözlənilir. Bu proses nəticəsində kanalda əvvəlcə dəfələrlə xəbərdarlıq məlumatları yayımlanmışdır ki, fevral ayının xüsusilə də artıq 19-20-sinə qədər olan müddət ərzində Qafqazın cənubunda ekstremal bir soyuma ehtimalı çox zəif bir ehtimaldır. Xüsusilə də artıq Avropanın şimal-şərqində, Avropanın şimalında, Rusiyanın qərbində formalaşan güclü soyuq hava dalğasının, yəni həmin ərazilər üçün qış mövsümü üçün normal olan soyuq havanın, lakin Qafqaz regionu üçün bir qədər güclü deyilə biləcək bir soyuq hava dalğalarının artıq Qafqazın cənubuna müdaxiləsi ehtimalında bir xeyli artım ehtimalı var. Bu proses xüsusilə fevral ayının artıq 18-dən 19-dan keçən gecə və 19 fevral gün ərzində artıq Azərbaycanın əksər ərazilərində hava şəraitinin kəskin soyulması, temperaturun ötən günlərlə müqayisədə 15 dərəcəyə qədər, bəzi ərazilərdə isə hətta 17 dərəcəyə qədər azalması gözlənir. Bu proses Xəzər dənizinin yaxın şərq rayonlarında, eyni zamanda Bakı, Abşeron, Sumqayıt ərazisində, Gəncə, Qazax ərazisində güclü şimal-qərb və qərb külələrinin güclənməsinə müşahidə ediləcək. Xüsusilə də Xəzərin şimalından daxil olması gözlənilən güclü soyuq atmosfer cəbhəsinin Qara dəniz və Aralıq dəniz siklonlarının toqquşması fonunda Abşeron ərazisində fevral ayının 18-dən 19-na keçən gecədən başlayaraq fevral ayının 19-u gün ərzində və 20 fevral axşam saatlarına qədər olan müddət ərzində Abşeron ərazisində, Bakıda, Sumqayıtda və ətraf qəsəbələrdə güclü şimal-qərb küləyinin arabir saatda hətta 115 km-dən 135 km-ə qədər şiddətlənməsi ehtimalı riski var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bu proses eyni zamanda Azərbaycanın dağ-yatayı ərazilərində sulu qar və qarın yağmasına müşahidə ediləcək. Prosesin gedişi daimi olaraq izlənilir. Bugünkü təhlillərə əsasən Bakıda sulu qar yağması ehtimalı zəif ehtimal olsa da, lakin qarşıdakı günlərdə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Ehtimal var ki, proses, soyuq hava dalğası daha da güclənə bilər, çünki artıq xüsusilə də Trabzonun aşağı qatlarında temperaturun bir xeyli azalması ehtimalı var ki, bu da Abşeron ərazisində fevral ayının 19-u və 20 fevral axşam saatlarına qədər olan müddət ərzində güclü şimal külələri ilə müşahidə edilən kəskin hava nəticəsində Abşeron ərazisində, Bakıda və ətraf qəsəbələrdə yağışın qısa müddətli sulu qara keçilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, xüsusilə də Rusiyanın qərbində, şimal-şərqi Avropada, Qara dəniz ərazisində soyuq atmosfer cəbhələri ilə, yəni soyuq hava şüurları ilə isti atmosfer cəbhələrinin bir-birlərindən tez-tez mübarizəsi gözlənir. Bu prosesin artıq fevral ayının 17-si axşama doğru, bu prosesin birinci mərhələsində, bu prosesin birinci dalğası fevral ayının 17-si axşama doğru və 18-nə keçən gecə artıq Azərbaycanın şimal və qərb rayonlarında, yəni xüsusilə də Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvanda və Böyük Qafqazın xüsusi ilə də qərb ərazilərində hava şəraitində qısa müddətli dəyişiklik gözlənilir. Artıq bu prosesin ikinci mərhələsi isə xüsusilə fevral ayının artıq 18-si axşama doğru, fevral 18-dən 19-na keçən gecə artıq 19-u gündüz saatlarında isə artıq Azərbaycanın demək olar ki, əksər ərazilərində bu güclü soyuq atmosfer cəbhəsinin təsirləri gözlənilir. Bu prosesin daha da kəskinləşməsinin səbəbi isə Qara dəniz ərazisindən sinoptik proses nəticəsində Qara dəniz ərazisində formalaşan orta troposferdə ekstratropik siklon sisteminin ərazidə rütubəti davamlı olaraq toplaması gözlənilir. Şimaldan, xüsusilə də şimaldan və şimal-şərqdən, Rusiyanın qərbindən və soyuq havanın artıq bu Qara dənizdən daşınan rütubətli hava axınları ilə, Xəzər dənizindən daşınan rütubətli hava axınları ilə və eyni zamanda cənub-qərbdən də, Aralıq dənizindən də daşınan rütubətli və bir qədər də subtropik hava şüurları ilə soyuq Arktik havanın bir-birinə toqquşması fonunda artıq Qafqazın cənubu Azərbaycan ərazisində, Azərbaycan demək ki, əksər ərazilərində artıq fevral ayının 18-dən 19-na keçən və 19 fevral gün ərzində hava şəraitinin kəskin soyuması, temperaturun ötən günlərlə müqayisədə
15 dərəcə azalması, hətta bəzi ərazilərdə temperaturun 17 dərəcəyə qədər azalması ehtimalı var. Bu proses nəticəsində prosesin əvvəlləri, yəni bu prosesin ilkin dövrü, başlanğıc dövrlərində, ilkin saatlarında artıq bu prosesin şimşək ildırım çaxması ilə müşahidə edilməsi ehtimalı var. Xüsusilə də Gəncə Qazax ərazisində, Böyük Qafqazda, Kiçik Qafqaz ərazisində, Naxçıvan Dağlıq ərazisində bu prosesin eyni zamanda Cəlilabad Astara ərazisində bu prosesin şimşək və ildırımla müşahidə edilməsi ehtimalı var. Artıq bu isti cəbhənin keçməsindən sonra artıq bu ekstratropik siklon sisteminin artıq soyuq qolunun Qafqazın şimalından, Qafqazın cənubuna daxil olması fonunda artıq havanın daha da soyulması nəticəsində yağan leysan yağışlarının artıq fevral ayının 19-u gün ərzində və fevral ayının 20-si axşam saatlarına qədər olan müddət ərzində artıq Azərbaycanın dağıtı ərazilərindəki prosesin sulu qar və intensiv güclü qarla müşahidə edilməsi ehtimalı var. Nəticədə bu qarın ağır qar şəklində yağması gözlənilir. Çünki havadakı rütubət, havadakı nəm çox olacaq. Eyni zamanda bu rütubətlə qarşılan soyuq havanın təsirindən yağan qarın yaş qar, ağır qar şəklində yağması nəticəsində Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqazda, Naxçıvan rayonlarında, eyni zamanda Cəlilabad Astara ərazilərində bu ağır qarın müəyyən fəsadlara səbəb olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Hazırki təhlillərə əsasən Mərkəzi Aranda və Bakıda fevral ayının 19-u və 20-si axşam saatlarına qədər olan müddət ərzində qar yağması ehtimalı zəif ehtimaldır. Lakin bu sistemin güclənməsi ehtimalı var. Bu proses daimi olaraq izlənilir. Proses nəticəsində sistem əgər real zaman ərzində daha da güclənərsə, artıq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Hazırki proses əsasən Bakıda yağışın fevral ayının 19-unda güclü şimal küləklərlə müşahidə edilən bir qış fırtınası nəticəsində Bakıda yağışın qısa müddətli sulu qar eşitməsi ehtimalı var. Hətta bu sulu qarın güclü şimal küləkləri ilə nəticəsində çovğun şəklində müşahidə edilməsi ehtimalı var. Xüsusilə də yağıntıların intensiv və güclü olması ehtimalı var. Bu da Böyük Qafqazda, Gəncə Qazax ərazisində, Kiçik Qafqazda və Naxçıvan ərazisində, Cəlilabad Astara ərazisindən axan dağ çaylarında sululuğun artmasına səbəb ola bilər. Çünki prosesin əvvəllərində bu proses leysanla müşahidə ediləcək. Artıq havanın soyulması fevral ayının 19-u və 20-sində artıq havanın daha da soyulması nəticəsində artıq bu yağışın artıq dağıtı ərazilərdə sulu qar və qarla müşahidə edilməsi ehtimalı var. Hətta sulu qar və qarın da lokal xarakterli şimşəklə müşahidə edilməsi ehtimalı var. Çünki kifayət qədər enerjili bir subtropik və soyuq hava axınlarının Qafqazın cənubunda bir-birinin toqquşması fonunda, yəni həm mövsüm üçün xarakterlik olmayan, yəni fevral ayı üçün xarakterlik olmayan mülayim və isti atmosfer cəbhəsinin, həm də Rusiyanın qərbindən daxil olması gözlənilən soyuq arktik atmosfer cəbhələrinin ardıcıl olaraq Qafqazın cənubuna keçməsi fonunda, hətta bu prosesin sulu qar və qarla bərabər şimşəklə müşahidə edilməsi ehtimalı var. Bu küləklərin güclənməsinə müşahidə ediləcəyi nəticədə Gəncə Qazaxda və Abşeron arasında küləklərin şiddətlənməsi nəticəsində fevral ayının 18-dən 19-na, Gəncədə və 19 fevral gün ərzində müəyyən fəsadların yaranması ehtimalı var. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.